Salam uşaqlar, amper qüvvəsi cərəyanların qarşılıqlı təsiri bölünməsinin testlərinə baxırıq. Birinci sual. Hansı cihazın işində amper qüvvəsinin təsirindən istifadə edilir? Deməli, ampermetr və voltmetrdir. Burada cavab A olacaq. Üçüncü sual. Hansı qurğunun iş prinsipi maqnit qarşılıqlı təsirinə əsaslanır? Deməli, burada uca danışanın iş prinsipində demək, maqnit qarşılıqlı təsirinə əsaslanır. Beşinci sual. Ampermetrin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? Maqnit sahəsinin cərəyanı çərçivə yönəlici təsir bu qaydadır. Bunlar hamısı qaydalardır. Yedinci sual. Bir cins maqnit sahəsinin induksiya vektorunun istiqamət. İnduksiya vektoru hansı istiqamətdə yönəldikdə cərəyanın naqilə təsir edən amper qüvvəsi sıfırdır. Bilirik ki, amper qüvvəsinin düsturu IBL sinus alfadır. Və buradakı sinus alfa induksiya deməli, induksiya ilə bi-induksiya ilə cərəyan arasında qalan bucaqdır. Sinus alfa amper qüvvəsinin sıfır olması üçün sinus sıfır olmalıdır. Çünki sinus 0 dərəcədə sıfır alır. 0 dərəcə isə paralel xəttlər arasında qalan bucaqdır. Deməli, I və 3. I-yə paralel olan 3'dür. Ona görə doğru cavab 3 seçirik. C variantı. 9-cu sual. Bir cins maqnit sahəsində qüvvə xəttlərinə perpendikulyar yerləşmiş cərəyanın naqilə təsir edən amper qüvvəsinin sahənin induksiyasının modulundan asılı qrafiki hansıdır? Bilirik ki, amper qüvvəsinin düsturu IBL sinus alfadır. Burada perpendikulyar dediği üçün sinus 90 dərəcə götürürük. Sinus 90 dərəcədə 1 alır. Sonra bir cins sahə dediği üçün deməli cərəyanlı naqildən söhbət gedir. İ'ni sabit götürürük. Verilmiş uzunluqlu naqildən danışılır və ona görə də amper qüvvəsinin B'dən asılı qrafik olacaq. Düz xətt. Doğru cavab C variantı. 11-ci sual. İnduksiyası 4 milli-tesla olan yazırıq B bərabər 4 milli-tesla. Çevirmə ehtiyac olmayacaq çünki burada nisbət axtaracağıq. Bir cins maqnit sahəsində induksiya xəttləri ilə 30 dərəcəli bucaq altında yerləşən aktiv uzunluğu 2 metr olan cərəyanın düz naqilə təsir edən amper qüvvəsi isə 8 milli-newtondur. Bizdən soruşur cərəyan şiddətini. Deməli, amper qüvvəsinin düsturundan istifadə edirik. IBL sinus alfa və buradan lazım olan kəmiyyəti, yəni i'ni təyin edirik. Buradan yazısının yeri yoxdur. I bərabərdir. F amper bölünsün. BL sinus alfa. Amper qüvvəsini götürürük buradan 8. Çevirmə etmirəm. B'nin yerinə 4. 8 də milli tesla iləndir. 4 də 8 milli newtonladır. 4 də milli tesla iləndir. Ona görə millilər ixtisar gedəcək. Ehtiyac olmayacaq. 4 vur 2. Sinus da 30 dərəcədə 2-də 1. 8, 8 ixtisar gedir. 2-də qalxır yuxarı. Doğru cavab olacaq 2. Yəni A bəndi. Sonra 13-cü sual. Deyir, şəkillərdən hansında cərəyanın naqilə bir cins maqnit sahəsində təsir edən amper qüvvəsi sıfıra bərabərdir? Bilirik ki, amper qüvvəsi yenə dediyimiz kimi IBL sinus alfa ilə təyin olunur. Amper qüvvəsinin sıfır olması üçün I və B bir-birinə paralel olmalıdır. Çünki sinus 0-da 0 alır. Paralel xəttlər arasında qalan bucaq 0 dərəcə olur. Ona görə doğru cavabı 13'də B götürürük. 15-ci sual. Deyir ki, paralel cərəyanlı naqili arasındakı maqnit qarşı təsir qüvvələrin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir? Biz bilirik ki, naqildən cərəyan eyni istiqamətlə axarsa, bütün şəkillərdə naqildə cərəyan qeyd edim ki, yəni bütün şəkillərin hamısında naqildə cərəyan eyni istiqamətlə axır, yəni yuxarıdır. Naqildən cərəyan eyni istiqamətlə axarsa, bunlar bir-birini cəzb edəcək. Yəni bu naqillər bir-birini cəzb edir. Ona görə doğru cavab 15'də Y olacaq. Sonra 17-ci sual. Birinci naqilə ikinci naqil tərəfindən təsir edən amper qüvvəsi. Deməli, təsir göstərilən naqil birinci naqildir. Gördüyünüz kimi şəkildən göründüyü kimi I1 və I2 naqillərindən cərəyan eyni istiqamətlə axır və onda belə çıxır ki, birinci naqil ikinci naqili, ikinci naqil isə birinci naqili itələyir. Daha doğrusu naqildən cərəyan eyni istiqamətlə axırsa cəzb edir. Onda gəlin baxaq.
birinci naqilə ikinci tərəfindən, yəni birinci naqili ikinci özünə tərəf cəzb edəcək. Ona görə doğru cavabımız 1 olacaq, C variantı. Bunun başqa yanaşması da var, onu da başa salım sizə. Demək, biz nə edirik? Burada 2 naqil verilib, I1, I2. Cərəyan axan naqillər. Birinci naqil, ikinci naqil. Bizə deyir ki, birinci naqilə ikinci tərəfindən təsir edən qüvvə. Bunun üçün nə edirik? İkinci naqilin maqnit sayısını çəkirik. Biz bilirik ki, bunlar arasında qarşı təsir sahə vasitəsilə ötürülür, yəni maqnit sayısı vasitəsilə. İkinci naqilin maqnit sayısını çəkirik. Görək ki, sol tərəfdədir birinci naqilimiz. Ona görə sol tərəf maqnit sayısını, qüvvə xətlərini göstərmək lazımdır. Bunun üçün I2-nin sahəsini təyin edirik. Sağ əl qaydasından istifadə edirik. Baş barmağı cərəyan istiqamətə yönəltdikdə, demək, naqilin sol tərəfi nöqtəyə düşür. Maqnit sayısı nöqtə olan halda, yəni B induksiya xətləri nöqtə olan halda amper qüvvəsinin istiqamətini tapmaq lazımdır. Amper qüvvəsinin istiqaməti isə sol əl qaydasıyla təyin olunur. Sol əli maqnit sayısı ilə yerləşdiririk ki, induksiya xətlərinin perpendikulyar toplananı ovcumuza daxil olsun. Yəni əlimizi üstünü görürük. İndi burada göstərə bilmirəm. Qaydanı bilirik. Demək, induksiya xətləri ovcumuza daxil olur, yəni bizə gəlir və 4 barmaq cərəyan istiqamətinə yönəldikdə baş barmaq, yəni 4 barmaq, yəni bu şəkildə göstərə bilərik. 4 barmaq cərəyan istiqamətə yönəldikdə 4 barmaq şəkil çəkdim. 4 barmaq deməli cərəyan istiqamətə yönəldi. 90 dərəcə açılan baş barmağımız amper qüvvəsinin istiqamətini göstərəcək və amper qüvvəsinin istiqaməti digər şəkildə olduğu kimi, yəni əvvəlki üsulla etdiyimiz haldakı kimi deməli yönələcək sağa tərəf. Doğru cavab yəni də C variantı olacaq. 19. Uzunluğu L olan naqil induksiyası B olan bir cins maqnit sayəsində induksiya xətlərinin perpendikulyar istiqamətdə S yer dəyişməsi edir. Amper qüvvəsinin işığı olarsa naqildən axan cərəyan şiddəti hansı ifadə ilə təyin olunacaq? Demək belə. Amper qüvvəsinin işi A indeksi amper yaza bilərsiniz. Bərabərdir F amper vurulsun S. S burada yer dəyişmədir. A bərabərdir IB L. Sinus 90 dərəcə. Bu da perpendikulyar demək bir cins sahəsində induksiya xətləri perpendikulyar istiqamətdə yer dəyişmə icra edir. Demək, burada IBL S yazmaq olar birbaşa. 90 dərəcə, sinus 90 dərəcədə 1 olur və ona görə də IBL S yazmaq olar. Bizdən də soruşulur cərəyan şiddəti, I-ni təyin edirik. Buradan alınır ki, I bərabərdir A bölünsün BLS. Doğru cavab olacaq A bəndi. Sonra 21. Daha doğrusu 20'ye de baxır. 20 biraz fərqli sualdır. Bir cins maqnit sahəsinin induksiyasını 2 dəfə azaldıb. Naqildən axan cərəyan şiddəti 3 dəfə artdıqda amper qüvvəsinin qiyməti necə dəyişdiyini soruşur. Naqil maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşir. Demək, amper qüvvəsinin düsturunu yazırıq. Bildiyimiz kimi IBL. Buradan demək, induksiyanı 2 dəfə azaltsaq, cərəyan şiddətini 3 dəfə artırsaq, yəni B-ni 2-yə bölüb, I-ni 3-ə vursaq, 3-dən 2-ni ixtisar edib 1,5 IBL almış olaraq. Bu deməkdir ki, 1,5 dəfə amper qüvvəsinin qiyməti artar. Demək, doğru cavab olacaq D bəndi. 20D. 21. Şəkildə təsvir olunan iki paralel cərəyanlı naqil arasındakı maqnit qarşı təsir qüvvələri modulları üçün hansı münasibət doğrudur? I1 və I2 cərəyan şiddətləridir. Deməli, bizdən soruşulan maqnit qarşı təsir qüvvələri modulları arasında münasibətdir. Biz bilirik ki, maqnit qarşılı təsir qüvvələri əslində demək, bunlar arasındakı məsafə ilə və məsafə ilə tərs cərəyanlı naqillərdən keçən cərəyan şiddəti ilə düz asılıdır. Sadəcə olaraq, əgər harada qarşılı təsir sözü varsa, mütləq şəkildə həmin qüvvələri bərabər götürürük. Nə üçün? Çünki Newton 3-cü qanuna görə
təsir əks təsirə bərabərdir. Qiymətcə bərabər, istiqamətcə əksdir. Ona görə də bunların qarşı təsir qüvvələrini elə bərabər götürmək lazımdır. Doğru cavab olacaq B. 22-ci sual amper qüvvəsinin istiqamətini soruşur. Nöqtə şəklində verilmişdir maqnit induksiyası. Demək, sol əl qaydasıyla təyin edirik. Sol əlimizi elə tuturuq ki, induksiya xətləri ovucumuza daxil olsun. Nöqtədirsə, induksiya xətləri bizə doğru gəlir. 4 barmaq cərəyan istiqamətinə yönəldikdə 90 dərəcə açılan baş barmaq amper qüvvəsinin istiqamətini göstərəcək. Ona görə də doğru cavabımız olacaq D variantı 5. Bircə saniyə. Bəli, doğru cavab 5 olacaq. Amma bir şeyə diqqət etirik. Mən burada şəkil çəkməyə çalışacağam. Belə bir şəkildə təsvir etmək olar. 4 barmaq aşağıya cərəyan istiqamətində, 90 dərəcə açılan baş barmaq da amper qüvvəsinin istiqamətini göstərdi. Ona görə də cavab B oldu. Sonra 24-cü suala baxıram. Maqnit sahəsinin induksiyasını 5 dəfə artırıb, naqildəki cərəyan şiddətini 2 dəfə azaltdıqda induksiya xətlərinə perpendikulyar yerləşən düz cərəyan naqildə təsir edən amper qüvvəsi necə dəyişər? Yenə də bildiyimiz kimi amper qüvvəsi IB-L-dir. Perpendikulyardır deyə 90 dərəcədə sinus 90 dərəcədə 1 alır, onu yazmırıq. İnduksiyanı 5 dəfə artırıb, yəni 5-ə vurub, 5 dəfə artırıb. Cərəyan şiddəti 2 dəfə azalsaq, yəni 2-yə bölsək, 5-ə vurub 2-yə bölsək, 2/5 alacağıq. Bu deməkdir ki, amper qüvvəsi 2/5 dəfə azalacaq. Doğru cavab olacaq D. Daha doğrusu 2/5 dəfə artacaq. Çünki 5 dəfə artırdıq, 2 dəfə azaltdıq. Artan daha çoxdur. Ona görə də doğru cavab Y olacaq. Həm də ki, surətdə 2/5 alırıqsa, bu 2/5 dəfə artmaq deməkdir. İndi burada faiz məsələsi var. Ona da baxaq. Biraz deyir ki, 25-ci sualda deməli, deyir, maqnit sahəsinin induksiyasını 50% artırıb. Ümumiyyətlə, 50% artım 1/5 dəfə artım deməkdir. Faiz artımı düsturunu bilirik. Qeyd edirəm kənara 100 topla n faiz bölünsün 100. Yəni, bu faiz artımının düsturudur. 100 də gəl 50 böl 100. 100-ün üzərinə 50 gəlirəm, 150, 150-ni 100-ə bölürəm 1/5. 20% azalma. İndi faiz azalmanın düsturunu verirəm. 100 bölünsün 100 çıxılsın 20. Yəni n faiz. Yəni n yazaq bura. Birbaşa n. Düsturumuz budur. Bu faiz azalmadır. Faiz artım. Bu isə faiz azalma. İndi gəlin baxaq. 20% azaldıqda cərəyan şiddəti 20% azaldıqda 20% azalmaq 100 bölü 100 çıx 20. 100 bölü 80. 100 ilə 80 ixtisar gedir. Deməli 2 ixtisar eləsək 5, 4. 5-i də 4-ə böləndə 1/4. Yəni 1/125 dəfə azalmaq deməkdir. Cərəyan şiddətinin 1/125 dəfə azalmasını necə işarə edirəm? I1 1/125 I2. Yaxud da ki, I2 bərabər I1 bölünsün 1/125 yazmaq olar. Yenə də induksiya xətlərinə perpendikulyarda sinus 90 dərəcədə 1 götürürük. Qeyd edirəm bunu da. Amper qüvvəsinin necə dəyişdiyi soruşulur. Yəni F2 böl F1 bərabərdir sual. Əvvəl ədədlə alıb, sonra faizə çevirərik. Deməli, amper qüvvəsinin düsturu bildiyimiz kimi IB-L-dir. Sinus 90 dərəcədə 1-dir, yazmıram. İndi induksiyanı 1/5 dəfə artırsaq, B-nin yerinə 1/5 F amper 2 yazaq da biz buna. 1/5 B1 elə dəymirik, elə ixtisar gedəcək. I2-nin yerinə isə, I2-nin əvəzinə isə deməli, I1 bölünsün 1/125 yazsaq, belə bir ifadə alarıq, görək nə alarıq. F amper 2 bərabərdir. Elə bir sanki F amper 2 yazanda I2, B2 el yazdım. 1/5 ilə 1/125 ixtisar eləsək, alınır 150 ilə 125-in ixtisar eləmiş oluruq. Biz burada ixtisarımızı edirik. 25-i ixtisar eləsək, 6 yuxarıda qalar, 5 də aşağıda. 6-nı da 5-ə bölsək, 1/2 alınacaq. 1/2 I1, B1, L, I1, B1, L.
F amper 2 alındı. 1,2 F amper 1. Belə yazmaq olar. 1,2 dəfə artım isə 120%, yəni yəni 1,2-ni 1,2-ni faizə çevirsək 120% eləyəcək. 120% isə 20% artmaq deməkdir. Deməli doğru cavabımız olacaq 25-də D variantı. Sonra 26-ya da baxaq. Deməli, bizdə deyir ki, bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşdirilmiş cəryanlı düz naqilə təsir edən amper qüvvəsinin naqilin aktiv hissəsinin uzunluğunun asılı qrafiki verilmişdir. Maqnit hissəsi 2 Tesla olarsa, naqildəki cəryan şiddətini soruşur. Deməli, i-ni soruşursa, F amper bölünsün. B el düsturuna müraciət edirik. Yenə perpendikulyar yerləşdirilib. Sinüs 90 dərəcədə 1 alır. F amperi 16 götürsək, 16 bölünsün. İ'ni, daha doğrusu i'ni axtarırıq. B'ni götürürəm buradan 2. Eli də 16'ya uyğun 4. 16, 8, 2. Deməli, cəryan şiddəti 2 amper olacaq. Doğru cavab A bəndi. 27'yə baxırıq. Cəryanlı naqillərin en kəsikləri təsvir edilmişdir. Kvadratın təpələrində yerləşən cəryanlı naqillər tərəfindən onun mərkəzində yerləşən cəryanlı naqilə təsir edən amper qüvvəsinin əvəzləyicisinin istiqamətini tapın. Deməli, biz bilirik ki, naqildən cəryan en istiqamətli axarsa, onlar bir-birini cəzb edir, əks istiqamətli axarsa dəf edir. Gəlin nömrələyək. Birinci naqil, ikinci naqil, üçüncü naqil, dördüncü naqil. Sabit, başlayın. Saat əqrəbi istiqamətdən, yəni bunu işarələdim şərt olaraq. Deməli, gəlin ortadakı naqilə təsirdən söhbət getdiyi üçün, yəni kvadratın təpəsində yerləşən cəryanlı naqillər tərəfindən, yəni 1, 2, 3, 4 naqillər tərəfindən mərkəzdə yerləşən i naqilinə təsir edən amper qüvvəsinin əvəzləyicisini. Gəlin görək birinci naqil, cəryanlı naqil ortadakı naqili necə təsir edəcək? Gördüyünüz kimi burada birində x ilə verilib cəryan, biri nöqtə ilə. Yəni bu əks istiqamətli deməkdir. Əks olanda demişdik ki, bir-birini itələyir. Deməli, birinci naqil ortadakı naqili itələdi. İndi gəlin baxaq ikinciyə. İkinci də əksdir, birinci ortadakı ilə. Ona görə ikinci də itələdi. Üçüncüyə baxaq. Üçüncü ilə ortadakı eyni istiqamətlidir. Ona görə onlar üçüncü ortadakını çəkər özünə, cəzb edər. Dördüncü də nöqtədir. Deməli, ortadakı naqilimiz də nöqtədir. Deməli, bunlar da bir-birini cəzb edəcək. Yəni, 4 ortadakı naqili özünə tərəf çəkir və demək, nəhayətdə 4 dənə təsirin əvəzləyicisini təyin edirik. Bu ikisi 4-ə tərəf yönəlib, bunların cəmi bir qüvvəni verəcək. Bu ikisi də eyni istiqamətə yönəlir və sonra bunların əvəzləyicisi isə ortadan keçən vektorların toplama qaydasına görə ortadan keçən, yəni diaqonal boyunca yönəlmiş demək, vektor verəcək. Əvəzləyici qüvvə doğru cavab olacaq A bəndi. Deməli, 27A. Davam edirik 29-cu sualla. Deyir ki, induksiyası B olan bir cins maqnit sahəsində L uzunluqlu cəryanlı naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Deməli, bu naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Yəni, mj bərabərdir F amper və yaxud da F amper bərabərdir mj-yə. Naqilə təsir edən əvəzləyici qüvvəni soruşur. Daha doğrusu soruşur hələ. Sual. İndi birinci növbədə bu cismə təsir edən qüvvələri çəkmək lazımdır. Birinci cəryanlı naqilə aşağı yönəlmiş bir mj ağırlıq qüvvəmiz təsir edir. Sonra isə amper qüvvəsinin istiqamətini təyin edirik. Sol əl qaydasından əlimizin içərisini görürük. X-lədir. Yəni 4 barmağı bu şəkildə göstərsək. Əlimizin içərisini görürük. Bu zaman 90 dərəcə açılan baş barmağımız yönələcək necə? Demək, yuxarı. Demək, belə çıxır ki, amper qüvvəmiz yuxarı yönəldi. Təxmini belə bir şəkil çəkdim. Amper qüvvəsi yuxarı, mj ağırlıq qüvvəsi isə aşağı.
Qüvvələr əks yönəldir. Əks yönələn qüvvələrin əvəzləyicisi onların fərqinə bərabərdir. Həmin qüvvələrin fərqinə bərabərdir. Əslində ümumiyyətlə əvəzləyici qüvvə cəmdir. Sadəcə olaraq əks yönəldiyi üçün onları çıxırıq. Əvəzləyici qüvvəni də soruşursa bizdən, bu qüvvələr də bir-birinə bərabərdir. Məsələn, amper qüvvəsi tutalım ki, özündən deyirəm 20 newtondur. mj ağırlıq qüvvəsi onda 20 newton olacaq. 20-dən 20 çıxılacaq və cavab olacaq C bəndi. Yəni əvəzləyici qüvvə 0-a bərabər olacaq. Növbəti sual bu 29 idi. İndi davam edirik 31 ilə. 31. Cərəyanın naqil-maqnit sayəsində tarazlıqdadır. Maqnit sayısı induksiyasını azaltsaq, naqil necə hərəkət edər? Naqilə təsir edən qüvvələri çəkirik. Yəni mj ağırlıq qüvvəsi aşağı nöqtə ilə verildiyi üçün, maqnit induksiyasını nöqtə ilə verdiyi üçün, demək induksiya xətləri bizə gəlir. Əlimizin üstünü görürük. Demək 4 barmaq naqildən cərəyan 4 barmaq cərəyan istiqaməti yönəldəndə bu zaman amper qüvvəsi yuxarı yönələcək. İndi bizdə hələ ki tarazlıq halındadır. Yəni F amper mj-yə bərabərdir. İndi bizə deyir ki, induksiyanı azaltsaq. Amper qüvvəsi də IBL-dir. Burada da sinus alfa yəni 90 dərəcə, çünki perpendikulyar vəziyyətdədir. İndi biz induksiyanı azaltsaq, F amper azalacaq. F amper bu qüvvə azalırsa cisim neyniyər? Yəni naqil neyniyər? Aşağı düşər. Çünki aşağı qüvvə çox olacaq. Təsəvvür edin ki, amper qüvvəsi də bayaq dediyimiz kimi 20-dir. mj ağırlıq qüvvəmiz də 20-dir. İnduksiyanı azaldan kimi amper qüvvəsi azaldı, 15 oldu. 15, 20. Aşağı yönələn qüvvə daha böyük olduğu üçün cisim, yəni naqil aşağı düşəcək. Doğru cavab olacaq C bəndi. Sonra 32-yə baxaq. Demək, aktiv uzunluqları eyni. L uzunluqlar eynidir. L konst götürə bilərik, sabit. Bircins maqnit sayəsində B də sabit. İnduksiya vektoru istiqamətinə nəzərən müxtəlif bucaqlar altına yerləşdirilmişdir. Amper qüvvəsi hansı halda ən kiçikdir? Deməli, amper qüvvəsinin düsturunu bilirik ki, IBL sinus alfadır. Sinus ən kiçik qiymətini 0-da alır. Yəni, onda belə çıxır ki, I ilə B bir-birinə paralel olmalıdır. Paralel olan variant da axırıncıdır, yəni 4-dür. Doğru cavab olacaq C. 33-ə baxaq. Cərəyan naqillərə bircins maqnit sayısı tərəfindən təsir edən qüvvələrin modullarının F1 bölü F2 nisbəti nəyə bərabərdir? I1, I2-dir. I2, L2, 1/5, L1-dir. Deməli, biz nə edirik? Qüvvələri tapmaq lazımdır. Gəlin, burada bir yer düzəldək. Deməli, yazırıq ki, bir saniyə. F1-in əvəzinə yazırıq I1, B1, L1, sinus alfa 1. F2-nin yerinə yazırıq I2, B2, L2, sinus alfa 2. Sonra nə edirik? Gördüyümüz kimi, burada verilənlərə əsasən I1, I2-yə bərabərdir. Deməli, eyni kəmiyyətlə ixtisar oluna bilər. B1-cin sayədədir. B1, B2-yə bərabərdir. İxtisar gedəcək. İndi nə edirik? Davam edirik. Burada yenədən yazaq. F1 bölü F2 yerdə nə qalıbsa onu yazaq. L1, L1 kimi yazacağım. L2-nin əvəzinə burada verilib ki, 1/5 L1 qoyaq. Qalır bizdə sinus alfa 1 və sinus alfa 2. Sinus alfa bildiyimiz kimi I və B arasında bucaqdır. Deməli, birinci ilə I1 ilə B arasında qalan bucaq 90 dərəcədir. Birinciyə qoyuram sinus 90 dərəcə. Amma ikinci bucaq bilmirəm. İkinci bucaq budur, alfa 2. Biz bu bucağı necə təyin edək? Bax, bu həmin bu birinci L1 bizə uzunluq verdiyinə görə uzunluqdan istifadə edir. Naqili elə təsəvvür edin ki, bura köçürülmüş vəziyyətdə təsəvvür edin. Yəni, burada düz bucaqlı üç bucağı alınacaq. Bu qarşı tərəf elə L1-ə bərabərdir. Onda demək, bucağın sinusun tərifini bilirik ki, sinus alfa qarşı katetin, yəni L1-in hipotenuza, yəni L2-yə nisbətidir. Onda sinus alfa 2-nin yerinə yazıram ki, sinus alfa 2 bərabərdir nəyə? Qarşı katetin hipotenuza L1-in L2-yə. Birbaşa belə yazıram. Şimdi buradan ixtisarlarımı edirəm. L1-lər buradan ixtisar gedir. Sinus 90 dərəcədə 1 alır. Yuxarıda 1 alındı. Bölünsün 1/5. L1, L1 kimi qalsın. L2-nin yerinə yenidən 1/5 L1 qoyuram. Yenə ixtisarlar edirəm. L1, 1/5'lər hamısı ixtisar gedər və sonunda cavab olacaq. Doğru cavab olacaq 1, yəni C variantı.
34'ə də baxaq görək nə idi orada sual. Bu təkrar sualdır, amma yenə də baxaq. 34. Bir cəryanın naqil maqnit sayəsində tarazlıqdadır. Yenə də bayaqki 31 tipli suallardandır. Tarazlıqdadır. Cəryan şiddətini azaltsaq. Deməli, yenə də bu cismə təsir edən, naqilə təsir edən emcaqlı qüvvəsi var. Sonra sol əl qaydasına yenə də amper qüvvəsini tapırıq. Tapmasaq da bilməliyik ki, bu yuxarı yönəlməlidir ki, tarazlıqda olsun. Yoxsa tarazlıqda ola bilməz. Həqiqətən də sol əllə təyin etsək, nöqtə bizə gəlir. 4 barmağı sola yönəltsək, 90 dərəcə açılan baş barmaq yuxarı yönələcək. Deməli, bunlar hələ ki bir-birinə bərabərdir, çünki tarazlıqdadırlar əvvəlcə. İndi cəryan şiddətini azaldan kimi amper qüvvəsi azalacaq. Yenə də naqil aşağı düşəcək. Doğru cavab olacaq A bəndi. 36-ya baxırıq. Bir cism maqnit sayəsində cəryanın naqilə təsir edən qüvvə hansı fayda ilə təyin olunur? Demək, burada fikir veririk ki, birinci halda cəryan i-dir. Bu hissəyə baxıram. Birinci, bu naqilin bu hissəsinə baxıram. Naqilin uzunluğu L-dir. Maqnit sayısı B-dir. Deməli, birinci hissədə olacaq i-B-L. Keçirəm bu ikinci hissəyə. İkinci hissə gördüyünüz kimi, bir də i-B-L sinus alfa. i-B-L sinus alfadır. Sinusda 90 dərəcə olduğu üçün yazmaya da bilərik. Yəni, bunu 1 götürərik. Deməli, amper qüvvəsi birinci hissədə F amper 1, birinci hissədə IB ilə bərabərdir. İkinci hissəyə baxanda görürük ki, I və B arasında qalan bucaq 0 dərəcədir. Yəni, bunlar bir-birinə paraleldirlər. Bu cəryanın naqili istiqaməti B-yə paraleldir. Ona görə də ikinci hissədə amper qüvvəsi ümumiyyətlə 0-dır. Onda yalnız qalacaq bizdə IBL. Yəni, doğru cavab Y variantı olacaq. 38. 38 yenə də bayaq işlədiyimiz tiplərdəndir. 38-də deyir ki, yenə də cəryanın naqili tarazlıqdadır. Emcaqlı qüvvəsi təsir edir. Amper qüvvəsi yuxarıdır. Yenə də cəryan şiddətini azaltdıq. Amper qüvvəsi azalacaq. Amper qüvvəsi azalan kimi naqil aşağı hərəkət edəcək. Doğru cavab Y olacaq. Sonra 39-a baxaq. Bir cism maqnit sayəsində yerləşən və uzunluqları eyni olan cəryan naqillərin hansına təsirin Arximed qüvvəsi ən böyükdür? Bağışlayın, amper qüvvəsi ən böyükdür. Amper qüvvəsinin ən böyük düsturumuz ümumiyyətlə belədir. IBL sinus alfadır. Birinci hissəyə baxsaq, bütöv naqilin hamısına amper qüvvəsi təsir edir. Yəni 1. Deməli, burada 1, 2, 3. Birinci hissədə 1, 2, 3, 4. Yəni bu naqilin bütün hissələrinə amper qüvvəsi təsir edir. İkinciyə baxın. İkincidə bu artıq paraleldir. Ona görə bu hissəyə qüvvə təsir etmir. Yəni 3L uzunluğa təsir göstərəcək. Üçüncüdə yalnız 2L uzunluğa təsir edəcək. Yenə də buranı çıxırıq. Dördüncüdə isə yalnız L hissəsinə. Yəni burada baxırıq ki, uzunluğu ən böyük olan hansıdır? Birincidir. Deməli, burada amper qüvvəsi ən böyük qiymət alacaq. Doğru cavab olacaq A bəndi. 39 yazdıq. İndi keçdik 41-ə. Deyir, aktiv uzunluqları 2 dəfə fərqlənən. Deməli, ikincinin uzunluğu birincinin uzunluğundan 2 dəfə çoxdur. Yazırıq L2, 2L1. I1, I2-yə bərabərdir. Bizə deyir ki, təsir edən qüvvələrin modula nisbətini hesablayın. Demək, yazıram F1 bölü F2 bərabərdir. Burada perpendikulyarda sinus 90 dərəcədə 1 götürürük. Yəni, bunu yazmaya ehtiyac yoxdur. İ'lər eynidir. Yazmıram. B'lər də eynidir. Yalnız burada fərqli olan uzunluqlardır. Onda yazıram L1-in L2-yə nisbəti. Dedik ki, uzunluqlar bir digərindən 2 dəfə fərqlənir. L1-ə L1 yazaq. L2, 2L1. L1-lər xısar gedir. Qalır 2-də 1. Doğru cavabımız olacaq D variantı. Deməli, 41D. Davam edirik. 43. Bir cism maqnit sayəsində qüvvə xəttlərində perpendikulyar yerləşdirilmiş. Düz cəryanın naqilə təsir edən amper qüvvəsinin modulunun naqilin aktiv hissəsinin uzunluğundan asılı qrafik verilmişdir. Maqnit induksiyası modulu hansı fayda ilə təyin olunur? Yenə də amper qüvvəsinin düsturunu yazırıq. IBL. Buradan soruşur maqnit induksiyasını, B-ni soruşur. F amper bölünsün. IL olacaq. Biz burada cavablara fikir versək görürük tangens kotangensdən ifadə olunub. Deməli, biz onda burada düzbucaqlı üçbucağı tamamlayıb bucağın tangens kotangensdən yəni əlaqəli olduğunu müəyyənləşdirməliyik. Göründüyü kimi F amperin burada
elə nisbəti, F amperin elə nisbətini, yəni y-in x'ər, y riyaziyyatda bildiyimiz y oxunun x oxuna nisbəti bizi bilir ki, tangens alfanı verir. Və yaxud da ki, alfa bucağın qarşısındakı katet F amperdir, belə də yanaşa bilərik. Bitişik katet isə L-dir. Yəni, qarşı katetin bitişik katetə nisbəti yenə də tangens alfanı verir. Onda cavab olacaq tangens alfa bölünsün i. Cavabların içərisindən isə uyğun variant A-dır. Buna görə də deməli 43 olacaq A. Davam edək. 45-ci sual. Deyir ki, bir cins maqnit sayəsində qüvvə xətlərinə perpendikulyar yerləşdirilmiş düz cərəyanlı naqilə təsir edən amper qüvvəsinin maqnit induksiyasına asılı qrafik verilmişdir. Naqilə cərəyan şiddəti 5 amper olarsa, aktiv hissənin uzunluğu soruşulur. Yenə də amper qüvvəsinin düsturuna müraciət edirik. İB-L. Perpendikulyar dediyə, yenə də biz 90 dərəcədə sinusu 1 götürürük. Bizdən soruşur, aktiv hissənin uzunluğu L-i soruşur. L də tapanda F amperi İB-yə bölmək lazımdır. Və hesablama aparırıq. F amperin yerinə qoyuram. İstədiyimiz rəqəm götürə bilərik. 40-ı götürəcəm. Bölünsün I cərəyan şiddəti 5 amper. Ona, yəni 40 uyğunda B-ni götürəcəm 4. 40-ı da böləcəm 20-yə, eləyəcək cavab 2. Doğru cavab B olacaq. 46-cı sual fərqlidir. Emin cərəyanlı naqilinə bir cins maqnit sayısı tərəfindən təsir edən amper qüvvəsi hansı istiqamətdə yönələr? Deməli, biz amper qüvvəsinin istiqamətini bilmək üçün, tapmaq üçün bizə bir cərəyan istiqaməti, bir də maqnit induksiya istiqaməti lazımdır. Cərəyan istiqaməti necə təyin edirik? Cərəyan bilirik ki, müsbətdən mənfiyə şərt olaraq cərəyan istiqaməti belə qəbul olunur. Maqnit induksiyası B nöqtə ilə verilmişdir. Sol əl qaydasını tətbiq edirik. Əli ilə tuturuq ki, induksiya xətlərin səthə perpendikulyar toplananı ovucumuza daxil olur. Yəni 4 barmaq cərəyan istiqamətində, yəni sağa, 90 dərəcə açılan baş barmaq isə aşağı yönələcək. Onda belə nəticəyə gəlirik ki, amper qüvvəsi şəkil müstəvisində aşağı olacaq. Doğru cavab D bəndi. Sonra 47-yə də baxaq. Bir cins maqnit sayısı yerləşmiş düz cərəyanlı naqilə təsir edən amper qüvvəsinin istiqaməti verilmişdir. Amper qüvvəsi var. Sonra həmin sahənin induksiya vektoru hansı istiqamətdə yönəlməlidir? Axtardığımız B induksiyadır. Yönəlmişdir. Yəni hansı istiqamətdə yönəlmişdir? Naqildən axan cərəyan şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru yönəlmişdir. Deməli, cərəyan istiqaməti var, amper qüvvəsi var, B-ni soruşur. Biz yenə də sol əl qaydasına müraciət edirik. Demək, 4 barmağımız cərəyan istiqamətinə yönəldikdə 90 dərəcə açılan baş barmaq amper qüvvəsinin istiqamətinə yönəlməsi üçün əlimizi necə tutmalıyıq? 4 barmaq nöqtədir, bizə doğrudur. Bizə doğrudursa, indi mən burada göstərə bilmirəm. 4 barmaq bizə doğru, çünki cərəyan nöqtə ilə verir. 90 dərəcə açılan baş barmağımız demək, sağa yönələndə əlimizin içərisi yuxarı baxacaq. Yəni, onda belə çıxır ki, induksiya xətləri yuxarıdan bizə doğru yönələcək. Doğru cavab olacaq Y bəndi. 49-cu sual. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Açar sözlərin bəzilərini birinci dəfə və şəkilçi əlavə etməklə istifadə etmək olar. Deməli, qaydalarda artıq maqnit sayısı induksiyası, amper qüvvəsi nəsə açar sözləri oxumuram. Maqnit sayısı verilən hesablama sisteminə nəzərən, demək, maqnit sayısı verilən hesablama sisteminə nəzərən burada sıfırdan fərqli demək, elektromaqnit sahəsidir. Seçimi. Deməli, burada maqnit induksiyası sıfırdan fərqli olmalıdır. Ona görə də 1-i seçirik bura. Sıfıra demək, sıfır olan elektromaqnit sahəsidir. Nə sıfır olan? Söhbət nədən gedəcək? Burada elektrik sayısı intensivliyi sıfır olan elektromaqnit sahəsinin intensivliyidir. Daha doğrusu elektromaqnit sahəsidir. 2 yazdım, 4. Çünki elektrik sayısı intensivliyi burada 4 ilə işarə olunub. 4. Sonra cərəyan yaratdığı maqnit sayısı induksiya vektorunun istiqaməti bildiyimiz kimi sağ yivli boru qaydasından təyin olunur. 5 yazırıq bura. Bir cins maqnit sayısına yerləşən cərəyanlı naqilə təsir edən amper qüvvəsinin istiqaməti 2-ni yazırıq bura.
sol əl qaydası ilə təyin olunur. 3-də yazırıq bura. İndi gəlin seçək. 1, 4, 1, 4. 1, 4 ya C'dir ya Y. Sonra 5, 1, 4, 5. Artıq doğru cavab Y olacaq. 51'ə baxaq. K açarını qapadıqda uclarından bərkidilmiş 1 və 2 naqillər üçün Euler və Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, cəryan istiqamətinə birinci baxırıq. Cəryan həmişə müsbətdən mənfiyə doğru istiqamətlənir. Baxın, burada deməli cəryan şərt olaraq müsbətdən mənfiyə üz aşağı götürüləcək. Gəlir və ikinci naqildən cəryan yuxarı axacaq. Açar qapandı. Deyir ki, indi bax seçim edirik. Naqildən axan cəryan yuxarı yönəlmişdir. Hansında ikinciyə aiddir? 1 getdi 2-yə. Naqildən axan cəryan aşağı yönəlmişdir. 2 getdi 1-ə. Naqilin ətrafında maqnit sayısı yaranır. Hər ikisinə aiddir. Çünki cəryan naqillər ətrafında bilirik ki, maqnit sayısı yaranır. 3. Sonra naqilə digər naqil tərəfindən təsir edən amper qüvvəsi sağa yönəlmişdir. Naqilə digər naqil tərəfindən təsir edən amper qüvvəsi. Gəlin birinci naqilə ikinci tərəfindən təsir edən qüvvəni tapaq. Naqildən cəryan əks axanda biz bilirdik ki, itələyir, bir digərini itələyir. Deməli, birinci naqili ikinci naqili itələyir sola. Demək, bu birinci naqil deyil onda. Birinci naqildə ikinci naqili sağa itələyəcək. Ona görə də sağa yönəlmişdir. Bu ikinci naqilə təsir edən qüvvədir. Yəni, biz bunu iki formada belə itələnməklə də elədik və bir də maqnit sahələrini çəkməklə də eləmişdik. Keçid testdə mən belə izah vermişdim. Yəni, indi bu daha rahat olduğu üçün bunu qeyd edirəm. Yəni, bura olacaq belə. İndi gəlin cavabları seçək. 2-yə 1, 4. 2-yə 1, 4. Yalnız D variantındadır. Ona görə doğru cavab ilə D-ni seçirik. Amma digər həmişə variantlarda yoxlayın. Burada bir dənə variant idi deyə mən birbaşa D-ni seçdim. 51D. Sonra davam edirik. 53-cü sual. 53. Euler-Venn diaqramında bircəz maqnit sahəsində yerləşən naqilin 1, 2, 2 və 2, 3 hissələrinə uyğun bəndləri müəyyən edin. L1 kiçikdir L2-dən. Burada belə bir şərt verilib. Bizə deyir ki, 1, 2 hissəsi, bir bu hissəyə baxacağım, bir də 2, 3 hissəsinə baxacağım. Şəkildən də görünür ki, L1 L2-dən kiçikdir. Təsir edən qüvvə sol əl qaydasıyla müəyyən olunur. Ümumiyyətlə, bütün yəni cəryanın naqilə maqnit sahəsi tərəfindən təsir edən qüvvələr sol əl qaydası ilə təyin olunacaq. Sonra təsir edən qüvvə yuxarı istiqamətə yönəlmişdir. Gəlin baxaq. Cəryanın yeni istiqamətini tapırıq. Naqildən axan cəryanın istiqaməti 1, 2, 2, 3. 1, 2 hissəsində birinci sol əl qaydasını tətbiq edək. 4 barmaq cəryan istiqamətinə yönələndə amper qüvvəsi yuxarı yönələcək. Deməli, birinci naqilə təsir edən amper qüvvəsi yuxarı istiqamətdə yönələcək. Deməli, 1-2 hissəsinə uyğundur 2. Sonra təsir edən qüvvə sağa yönəlmişdir. Gəlin buranı da təyin edək. Yenə sağ sol əl qaydasından istifadə edirik. Cəryan yuxarı olanda 4 barmaq yuxarı, 90 dərəcə açılan baş barmaq isə sola olacaq. Ona görə də sola yönələcək. Bir daha diqqətlə baxaq. Deməli, burada sola olmalıdır. Sol əl qaydasından tapanda sola yönəlir. Amma burada cavab sağa verib. Yəqin ki, səhv düşüb. Sola olmalıdır. Sola yönəlir. 3 seçək bura. Sonra deməli 1, 2, 3 seçdik. 4. Təsir edən qüvvənin modulu daha böyükdür. Təbii ki, uzunluğa baxırıq. İkinci də böyükdür. Ona görə də 2-3 hissəsində daha böyükdür. Ona görə də 2-yə seçirəm 4-ü. Sonra təsir edən qüvvə kiçikdir. O da 1-ə aiddir. 5 gəldi bura. Deməli 2, 5, 2-yə 3, 4. Doğru cavab C olacaq. Sonra davam edirik. 55. 55'də deyir ki, bir cins maqnit sahəsində yerləşdirilmiş müxtəlif uzunluqlu naqillərdən axan cəryan şiddəti eynidir. Bir naqilinə maqnit sahəsi tərəfindən 6 Newton qüvvə təsir edir. F1 bərabərdir 6 Newton. 2 naqilinə təsir edən amper qüvvəsi nə qədər olacaq? Birinci baxaq görə bu 6 Newton təsir edən hissənin uzunluğu L1 2L'dir, I1 də I-dir. Demək, eyni bir cins sahədədir. Demək, indi keçirik ikinci naqilə. İkinci naqildə, bax bu hissəyə
2L i-yə yenə də amper 6 Newton təsir edəcək. Amma bu hissə ki var, əlavə, bu hissəyə heç bir amper qüvvəsi təsir göstərməyəcək. Çünki sahə paralel durur. Ona görə doğru cavabımız olacaq elə A-nın özü. Habəndə. Sonra deyir ki, 56-cı sualda deyir ki, maqnit qütbləri arasında fırlana bilən qapalı çərçivədə yaranan induksiya cəryanı istiqamət təsvir edilmişdir. Çərçivənin K-il tərəfinə təsir edən amper qüvvəsinin istiqamətini təyin edin. Burada yenə şəkildə indi göstərə bilməyəcəm. Yenə suallar qaydasıdır. Üzr istəyirəm. Deməli, induksiya xəttləri ovcumuza daxil olacaq. Bu biraz çarpaz formada durmuş vəziyyətdədir. Sonra 4 barmağı K hissəsində aşağı yönəldəndə bizim 90 dərəcə açılmış baş barmağımız təxminən belə bir forma alacaq. Deməli, onda amper qüvvəsinin istiqaməti doğru olacaq deyə 57-ci suala baxırıq. Təsvir edilmiş dövrədə sarğının yaxınlığında şaquli vəziyyətdə cəryanlı naqil yerləşdirilmişdir. K açarını qapadıqda naqilə təsir edən amper qüvvəsinin istiqamətini soruşur. Deməli, biz birinci növbədə burada naqildən axan cəryan istiqamətini tapmalıyıq. Baxın, naqildən axan cəryan, bax, yuxarı, bax, elə ki, naqil bu formadadır. Bu formadadır. Onda cəryan bu istiqamətdə, bu şəkildə axacaq. İndi burada biraz aydın görsənir. Mən həmin o, deməli, sarğının şəklini daha geniş formada burada çəkdim. Baxın, elə bil ki, bunun üzərində dolanıb bu naqil. Belə, bu şəkildə. Bu arxa hissəsidir. Arxadan görünməyən hissəsidir. Bu ön hissəsidir. Belə bir cəryan arxadan önə doğru bu şəkildə axır. Və biz cəryan istiqamətini artıq biləndən sonra maqnit induksiya xəttlərinin istiqamətini təyin edə bilirik. Burada da cəryan istiqamətini yuxarı verib. Biz əvvəlcə bu naqildən axan cəryan istiqamətini tapırıq. Cəryan istiqaməti yuxarıdır, tapmışıq daha doğrusu və bunlardır. Və buna əsasən B induksiya xəttlərini tapırıq. Bunun üçün sağ yivli boru qaydasını, yarı bükülü 4 barmaq cəryan istiqamətdə yönələndə 90 dərəcə açılan baş barmağımız, yəni baş barmağımız maqnit induksiya xəttlərinin istiqamətini göstərəcək. Bax, belə bir induksiya xəttlərinin istiqaməti məhz bu şəkildə olacaq. Belə. Yəni, bura olacaq N, N-dən çıxır S-ə. Bu hissə olacaq S. N-dən, N bu hissə olacaq N-dən S-ə. Bu şəkildə induksiya xəttlərinin istiqamətini tapmış olacağıq. Baxın, indi deməli, burada induksiya xəttlərinin istiqamətini artıq tapdıq. Yəni, B xəttlərinin istiqamətini kənarda göstərirəm. Belədir. Artıq biz maqnit sahəsinin istiqamətini biləndən sonra amper qüvvəsinin istiqamətini tapmış olarıq. Deməli, sol əldə keçirik. Sol əli elə tuturuq ki, yenə B xəttləri ovcumuza daxil olsun. Bu zaman 4 barmaq cəryan istiqamətində, cəryan yuxarı yönələcək. Onda bizim 90 dərəcə açılan baş barmağımız özümüzə doğru yönəlmiş olacaq. O da bizə doğru perpendikulyar istiqamətdə şəkil müstəvisindən bizə doğru olacaq. Cavab A. Deməli, keçirik 58-ci suala. Deyir, ZOY müstəvisində yerləşən naqilə təsir edən amper qüvvəsinin istiqamətini müəyyən edin. ZOY müstəvisi şəkil müstəvisi üzərindədir. Deməli, biz baxırıq nəyə? Yenə də cəryan istiqaməti müsbətdən mənfiyə I var. İnduksiya xəttləri də N-dən S-ə bu şəkildə və təyin edirik sol əl qaydası ilə. Deməli, artıq əlimizi yenə də elə tuturuq ki, induksiya xəttləri ovcumuza daxil olsun. B xəttləri yuxarıdan aşağıya doğru gəlir. 4 barmaq cəryan istiqamətində yönəlir və bu zaman 90 dərəcə açılan baş barmağımız isə istiqaməti olacaq bizdən şəkil müstəvisinə. Yəni, X nə deməkdir? X bizə doğru deməkdir. Onda X-in əksini götürəcək. Doğru cavab olacaq A bəndi. Sonra 59-cu sual. Deyir ki, birinci cəryanlı naqili maqnit sahəsi tərəfindən ikinci cəryanlı naqilə təsirən amper qüvvəsinin hansı istiqamətə yönəlmişdir? Naqillər şəkil müstəvisində yerləşmişlər. Deməli, baxırıq nəyə? Birinci növbədə birinci naqili maqnit sahəsini təyin etmək lazımdır. Yenə də sağ yivli boru qaydasına tətbiq edirik. Baş barmaq cəryan istiqamətinə yönəlində yarı bükülü 4 barmaq induksiya xəttlərinin istiqamətini göstərəcək. Deməli, burada sol tərəfdən induksiya xəttləri bizə doğru,
Sağdan isə bizdən çıxmış olacaq. Deməli, bizə lazımdır sağda. Çünki iki cəryan naqil sağda yerləşir. Sonra bu induksiya xətləri artıq tapıldı. İndi keçirik sol ələ. Sol əl qaydasında da amper qüvvəsi istiqamətini tapırıq. Cəryan istiqaməti şəkildə tam düşməyib. Yəqin ki, sağa doğru verilib. 4 barmağı yönəldirik sağa. 90 dərəcə açılan baş barmağımız yuxarı yönələcək. Deməli, amper qüvvəsi yuxarı doğru cavab olacaq. Deməli, əlimizin içərisini görürük də, çünki maqnit yüksək xətləri X-də verir. 61. Sabit cəryanın düz naqil bir cins maqnit sahəsindədir. Amper qüvvəsi hansı halda şəkil müstəvisində yuxarı yönələr. Deməli, burada A variantında amper qüvvəsi 0-dır, çünki İB-yə paraleldir. B variantını yoxlayırıq, nöqtədir. Əlimizin üstünü görürük. İnduksiya xətləri deməli ovucumuza daxil olur. Bu şəkildə deməli əlimizin içərisini görürük. 4 barmaq sadəcə olaraq fırladırıq cəryan istiqamətində. Əlimizi 4 barmağımızı bax bu şəkildə yönəltdik. Şəkil təxminən belə bir şəkil çəkdim. Deməli, 4 barmağı İ-yə tərəf yönəltdik. Amper qüvvəsi burada aşağı yönəldi. Amma bizə lazımdır ki, amper qüvvəsi yuxarı yönəlsin. Əgər nöqtə İ belə verilərsə, amper aşağıdırsa, onda X olanda onun əksi olacaq. Doğru cavab C olacaq. Həqiqətən də yoxlayırıq. Əlimizin içərisini görürük. 4 barmağı yönəldirik İ-yə. Baş barmağımız yuxarı yönələcək. Deməli, amper qüvvəsi burada yuxarı yönəlmiş olacaq. Yəni bu şəkildə olacaq. Sonra 63-cü sualda bundandır. Oxşar sualdır. Deyir, sabit cəryanlı düz naqil bir cins maqnit sahəsindədir. Amper qüvvəsi hansı halda şəkil müstəvisindən perpendikulyar istiqamətdə bizə doğru yönələr. Yenə də C variantının çıxan amper qüvvəsi təsir göstərmir. Burada bizə və ya bizdən olan variantlar ya B-dir, ya Y-dir. Yəni bu variantlarda aşağı-yuxarı, bayaqki məsələdə işlədik, aşağı-yuxarı alındı. Ona görə də bunu çıxırıq. İndi yoxlayırıq ya B-dir, ya Y-dir. Əlimizi elə tuturuq ki, induksiya xətləri ovucumuza daxil olsun. Yəni burada əlimizin içərisini görürük. 4 barmaq cəryana yönələndə, cəryan istiqamətinə yönəldikdə baş barmağımız bizdən çıxmış olacaq. Deməli, ona görə bu variant doğru deyil. Bu X-lə alınacaq amper qüvvəsinin istiqaməti. X bizdən çıxış deməkdir. Y variantına baxanda əlinizi elə induksiya xətlərini qələmi götürürsünüz, yuxarı yönəldirsiniz. Ovucunuza daxil olur, əlinizin içərisinə daxil olur. Yəni 4 barmağınız sağa yönəldəndə, yəni cəryan istiqamətinə yönələndə baş barmağınız özünüzə doğru gələcək. Yəni bu amper qüvvəsinin bizə doğru yönəldiyini göstərəcək. Burada nəsə videoda problem yarandı. Deməli 47-də olacaq, 47-də 63-də olacaq doğru cavabımız Y. Gəldik 65-ci suala. Deyir, cəryan naqillərin en kəsikləri göstərilmişdir. Cəryan şiddətləri I1 və I2 olan naqillər tərəfindən I3 cəryan axan naqilə təsir edən amper əvəzləyici qüvvənin istiqamətini, əvəzləyicisi hansı amper qüvvələrinin əvəzləyicisi hansı istiqamətə yönəlmişdir? I1 2-yə bərabərdir. Deməli, birinci və üçüncü arasında qarşı təsir qüvvəsinə baxıram. Əsas üçüncüyə baxırıq da biz. Çünki birincinin, ikincinin üçüncüyə təsirindən söhbət gedir. Birinci və üçüncüdə naqildən cəryan əks istiqamət baxır. Bir nöqtədir bizə doğru, birindən isə cəryan bizdən şəkil müstəvisinə doğru yönəlib. Əks olanda demişdik itələyir. Deməli, birinci naqili üçüncü naqili itələyəcək. 1-3 itələyir bu şəkildə. 2 ilə 3 də əks istiqamətlidir. Deməli, 2 də 3 itələyəcək. Və bunların əvəzləyicisi yekunu, bu iki vektorun cəmi ortadan keçən diaqonalı verəcək. Deməli, əvəzləyici qüvvə doğru cavab olacaq B bəndi. 67-ci sual. Maqnit sahəsinin induksiya xətlərinə və şəkil müstəvisində perpendikulyar yerləşən cəryan naqilə təsir edən amper qüvvəsi hansı istiqamətdə yönəlir? Yenə sol əl qaydasına müraciət edirik. Naqildəki cəryan istiqaməti bizdən şəkil müstəvisinə doğrudur. Demək ki, induksiya xətləri yenə ovucumuza daxil olur. Elə təsəvvür edin ki, yenə induksiya xətləri yuxarıdır. 4 barmaq cəryan istiqamətindədir. Cəryan istiqaməti bizdəndir. Yəni 4 barmağınızı özünüzdən kənara yönəldərsiniz. Və bu zaman 90 dərəcə açılan baş barmağınız deməli amper qüvvəsinin istiqamətini göstərəcək. Yəni doğru cavab olacaq B. 67. 69. Bir cins maqnit sahəsi induksiya xətlərinə perpendikulyar yerləşmiş M naqilindən sabit cəryan keçir.
M nöqtəsinin potensialı N nöqtəsinin potensialından böyükdür. Fi M böyükdür fi N'dən. Biz də bilirik ki, cərəyan istiqaməti potensialı böyük olan nöqtədən kiçik olan nöqtəyə axır. Fi M böyükdür fi N'dirsə, deməli, cərəyan çoxdan aza axır. Cərəyan istiqaməti belə olacaq. Artıq cərəyan istiqaməti məlum olandan sonra amper qüvvəsinin istiqamətini tapmaq olur. Nöqtədir. İnduksiya xətləri bizə doğrudur. 90 dərəcə açılan baş barmağımız aşağı yönələcək. Doğru cavab olacaq D bəndi 69D. Davam edirik. 71 sabit maqnitin qütbləri arasında bir cins maqnit sayəsində yerləşən düzxətli cərəyanlı naqilə təsir edən amper qüvvəsinin istiqamətini soruşur. Birinci yenə induksiya xətlərinin istiqamətini çəkirik. İnduksiya xətləri sağdan soladır. N-dən isə induksiya xətlərini çəkdik artıq. Sonra demək, yəni bu B xətləri ovucumuza daxil olanda 4 barmağımız bizə doğru yönələcək. Çünki cərəyanı bizə verib. Bizə doğru yönəldikdə baş barmağımız aşağı yönələcək və bu zaman amper qüvvəsi aşağı yönəldiyi görünəcək. Doğru cavab olacaq B. Sonra 73-cü suala baxaq. Yaxud da 72-yə də baxa bilərik. 72-də deyir ki, bizə əvəzləyici qüvvənin en kəsikləri təsvir edilmiş cərəyanlı naqillərin P cərəyanlı naqilinə təsir edən əvəzləyici amper qüvvəsinin istiqaməti göstərilib. M və N naqillərindəki cərəyan istiqamətini müəyyən etmək lazımdır. Deməli, bu əvəzləyicinin belə olması üçün digər qüvvələr bu şəkildə olmalıdır ki, diaqonal versin. Demək, belə çıxır ki, bu nöqtədirsə, onda bu X olmalıdır ki, bu onu itələsin. N də P-nin nöqtədirsə, N də X olmalıdır ki, yenə itələsin. Çünki burada itələmə yəni görsənir. Onda N-lə M X olacaq. Doğru cavab olacaq XX, C variantı. Burada variant seçmək olmur. Aha, C. 72C. Davam edirik. 73. 73-də bayaq işlədiyimiz testlərdəndir. Deyir, sabit maqnitin qütbləri arasında yerləşən cərəyan naqilə təsir edən amper qüvvəsi hansı istiqamətə yönəlmişdir? Yenə də induksiya xətlərinin istiqamətini çəkirik. N-dən isə əlimiz elə tuturuq ki, induksiya xətlərin perpendikulyar toplananı ovucumuza daxil olur. 4 barmağı aşağı yönəldirik cərəyan istiqamətində. Bu zaman 90 dərəcə açılan baş barmağımız bizə doğru yönələcək. Deməli, bizə doğru cavab Y olacaq. 73Y, sonra 74-də baxırıq. K açarı qapandığı maqnitin qütbləri arasında yerləşdirilmiş AB naqili. Gəlin görək hansı istiqamətə hərəkət edir. Yenə də cərəyan istiqamətinə baxaq. Açar qapandı. Cərəyan müsbətdən mənfi axacaq. İğnə aşağı verdi. Deməli belə. İnduksiya xətlərinin istiqaməti məlum. N-dən isə yenə də sol əli ilə tutursunuz ki, B induksiya xətləri ovucumuza daxil olur. 4 barmağı aşağı yönəldəndə baş barmağımız bizdən kənara, yəni bizdən şəkil müstəvisinə perpendikulyar olacaq. Bizdən şəkil müstəvisinə perpendikulyar doğru cavabımız olacaq B. Bu neçənci sual idi? 74. Aha, davam edirik. 75 eyni suallardırsa, işləyək 75-i də. 75'dir. Uzunluğu 20 cm olan metre keçirəm 0.2 metr. Cərəyanın naqilin induksiyası 0.7 Tesla olan bir cins maqnit sayəsində hərəkət edir. Cərəyanın naqil induksiya vektorunun və naqilin yer dəyişməsinin istiqamətləri qarşılıqlı perpendikulyardır. Naqildən axan cərəyan şiddətinin I 10 amper olduğunu bilərək yer dəyişmə verilib bizə 50 cm. Onu da çevirirəm 0.5 metr. Zamanı, yəni 50 cm yer dəyişməsi zamanı amper qüvvəsinin işi soruşulur. Biz bilirik ki, amper qüvvəsinin işini tapmaq üçün amper qüvvəsini yer dəyişməyə vurmaq lazımdır. A amper bərabərdir IBL sinus alfa vuraq S. Hesablayırıq. Hər bir kəmiyyət yerinə qoyulacaq. İ'nin yerinə 10, B'nin əvəzinə 0.7, L'nin əvəzinə 0.2, sinus 90 dərəcədə 1, S yer dəyişməmiz 0.5. 10'u 0.7'ye 7. Deməli 7'ni 2'ye 0.2'ye vuranda 1.4, 1.4'ü vururuq burada. Deməli nəysə səhv etmədik ki. Diqqətlə baxaq. Yox, deməli 7'ye vurduq. 0.2'ni 0.5'e vuranda 0.1, 0.1'de 7, 0.7 joule olacaq. Doğru cevabımız Y. Sonra
77-ci suala baxaq. 76 da vardı burada, bilmirəm, bir dəqiqə ona da baxın. 76 hərfli sualda görün baxaq. Deməli bizə deyir ki, məsələdə deyir 1 və 2 sabit maqnitləri sarğacın yaxınlığında şəkildəki kimi yerləşdirilmişdir. A açarı qapandıqda, A açarını qapadıq. Maqnitlər hansı istiqamətə hərəkət edər? Demək, cəryan istiqamətinə baxırıq. Yenə burada bayaqki məsələyə oxşar məsələdir. Deməli, cəryan istiqamətinə baxırıq. Burada fikir versəz, əgər şəkildə, düzdür, şəkildə tam aydın deyil, yenə də cəryan istiqaməti bu şəkildə olacaq. Bax, cəryan elə bir ki, arxadan gəlir. Bax, buradan təsəvvür edin ki, bax, belə bir şəkildir. Sonra belə yenə də induksiya xətlərini, cəryan, daha doğrusu istiqamətini məhz bu şəkildə çəkirsiniz. Yenə sağ yivli boru qaydasına tətbiq edərək yarı bükülü dörd barmağınızı sanki özünüzdən yuxarıya doğru yönəldəndən sonra baş barmağınızın istiqaməti bu şəkildə alınacaq. Bu şəkildə alınacaq. Yəni N-dən S-ədir. Bir xətlərin istiqaməti məlum. Burada deməli qütbləri müəyyənləşdiririk. N bura, S buradır. Çünki induksiya xətləri buradan çıxır. Yəni buradan çıxır. N-dən S-ə. N buradır. S də bu hissədir. Bu şəkildə alınır. N buradırsa N S-i neynəyəcək? Özünə tərəf çəkəcək. Deməli bu sağa, bir sağa hərəkət icra edəcək. Burada isə S almışıq. S də N özündən itələyəcək. Bir də sağ, demək 2 də sağ olacaq. Deməli hər iki naqil sağ hərəkət icra edəcək. Hər iki maqnit daha doğrusu. Buna görə doğru cavab olacaq D bəndi. 77. Dövrənin qapanması nəticəsində bir cismaqın sahəsinə perpendikulyar yerləşdirilmiş cəryanlı naqil şaquli vəziyyətlə 45 dərəcə meyl etdi. Şaquli vəziyyətlə 45 dərəcə meyl etdi. Bax bu vəziyyətlə 45 dərəcə meyl etdi. Yəni yuxarı hərəkət icra etdi. Sanki amper qüvvəsi bunu belə tələdi. Deyir ki, aktiv hissənin uzunluğu 50 cm, yəni buranı verib bizə L bərabərdir 50 cm, çevirirəm 0,5 metr, kütləsi 20 qram, 0,2 kiloqram olan naqildən axan cəryan şiddəti 2 amperdir. Maqnit sayısı induksiya vektorunun qiymətini və istiqamətini müəyyən etmək lazımdır. Burada deməli amper qüvvəsinin istiqaməti bu şəkildə olacaq. Cəryan istiqaməti x ilə verilir. X ilə verilibsə əgər, demək biz sol əl qaydasını tətbiq edərək bir induksiya xətlərinin istiqamətini təyin edə bilərik. Baş barmağımız 90 dərəcə açılmış baş barmaq amper qüvvəsinin istiqamətində olması və cəryanın isə, yəni 4 barmağın bizdən çıxdığını yəni təsəvvür etsək, onda əlimizin içi yuxarı, üzü yuxarı açılmış olacaq sanki. Yəni onda induksiya xətləri yuxarıdan aşağı gələcək. Və induksiya xətlərinin istiqaməti olacaq aşağıya doğru. Artıq istiqaməti məlum etdik. İndi gəlin görək amper qüvvəsinin qiyməti, daha doğrusu maqnit induksiyasının qiyməti nə qədər olacaq. İndi isə ədədi qiymətini tapaq. Demək, burada bir cismə bu, yəni cəryan naqilə təsir edən emjaqlı qüvvəmiz var. Burada ipdə gərilmə qüvvəsi var. Gərilmə qüvvəsinin proyeksiyaları ayırıram. Bu şəkli buradan silək artıq. Bu lazım deyil. Yəni bu gərilmə qüvvəsini 2 dənə proyeksiyaya ayırıram. Bu T-nin Y olacaq. Yəni bu T gərilmə qüvvəsinin Y proyeksiyası olacaq. Bir də T gərilmənin X proyeksiyası olacaq. Tarazlıq şərtinə görə F amper ilə TX-ə bərabər qəbul edək. TY də MJ-yə bərabərdir. Onu da gətirin, köçürək bura. TY, MJ və T. Bunlar arasında əlaqə yaradaq. Bizə lazımdır B-ni tapmaq. B də F amperin içərisindədir. Bizə də kütlə verildiyi üçün elə eləyək ki, bunlar arasında bir əlaqə yaransın. Yəni TY ilə TX və yaxud da MJ ilə F amper. Burada bir düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucaqda bu bitişik katet, bu isə qarşı katet. Bitişik katet ilə qarşı katet arasında əlaqə yaradan bucaq isə bildiyimiz kimi tangensdir. Tangens və ya kotangens. Tangens alfa, alfa bucağın qarşısındakı katetin, yəni TX-in TY-ə nisbətidir. Tangens alfa, yəni
MJ'nin F amperə nisbəti olacaq. Bircə dəqiqə. TX'in F amperin MJ'yə. F amperin MJ'yə. Tangens alfa həm də bilirik ki, sinus alfanın kosinus alfaya nisbətidir. Yazıram sinus alfa bölü kosinus alfa bərabərdir IBL bölünsün MJ. Və buradan da sinusun kosinusa nisbəti kök altda 2 bölü kök altda 2. Eyni ədədlər olduğuna görə nisbət 1'ə bərabər olacaq. IBL bərabərdir MJ kimi bir ifade alacaq. Bu 1 verəcək. Sonra buradan alınan kəmiyyət B'dir. B'ni tapıq daha doğrusu. MJ bölünsün IL olacaq. Hesablayaq. Deməli B bərabərdir MJ. Kütlələr nə qədər idi? Baxaq. 20 qram, yəni 0,2 vurulsun 10 bölünsün 2 ildə 0,5. Bu şəkildə 1 alınır. O da 0,2 Tesla verəcək. Deməli doğru cavabımız olacaq aşağı və 0,2 Tesla. B variantı. Burada deməli 79-cu suala baxaq. Hansı ifadələr doğrudur? Sonsuz uzun paralel naqillərdən cəryan axır. Cəryanlı naqillər bir-birini cəzb edir. Biz bilirik ki, naqildən cəryan əks axarkən, yəni biri yuxarı, biri aşağı axanda bunlar bir-birini tələyəcək. Ona görə bu yanlışdır ki, doğrudur. Bir cins naqilə təsir edən amper qüvvəsi, birinci naqilə daha doğrusu təsir edən amper qüvvəsi sağa yönəlmişdir. Gəlin baxaq. İkinci naqil birinci naqili itələyəcək sola. Birinci naqil ikincini isə sağa itələyəcək. Ona görə də bu yanlış olacaq. Dördüncü doğru olacaq. Doğru cavab olacaq 2 və 4. 80-ci sual. Uzunluğu 20 cm olan cəryanlı düz naqil maqnit induksiyası B 0,3 Tesla olan bir cism maqnit sayəsində induksiya xətlərinə paralel yerləşdirilmişdirsə, burada 0 dərəcə götürəcəyik. Və biz bilirik ki, amper qüvvəsi IBL sinus alfa ifadəsi ilə təyin olunur, düsturu ilə təyin olunur. Sinus 0'da 0 olduğuna görə heç sualın şərtini axıra qədər oxumağa ehtiyac yoxdur. Deməli, amper qüvvəsi 0 olacaq. Amma həmişə oxuyun siz. Deməli, naqildən axan cəryan şiddəti 5 amperdirsə, maqnit sahəsi naqilə hansı qüvvə ilə təsir edir? Yəni, söhbət qüvvədən gedir. Deməli, 82-ci suala baxırıq. Bir cins maqnit sahəsində yerləşən və aktiv hissəsinin uzunluğu L 0,1 metr çevirmə eləyirik. 0,1 metr olan naqildə cəryan şiddəti 3 amperdir. I bərabər 3 amper. Naqil induksiya xətlərinə perpendikulyar alfa 90 dərəcə olarsa istiqamətdə 20 cm 0,2 metr yerini dəyişmişdir. S yer dəyişmə götürək bunu. Bu zaman gördüyü iş 1,2 jouldur. A 1,2 millijoule olarsa maqnit induksiyasını soruşur. Deməli işin düsturu F amper vurulsun S. IBL sinusu yazmıram. Birbaşa S yazıram. Və buradan soruşulan induksiyada B-ni təyin edirik. Hazır düsturdur. A bölünsün ILS. A nə qədər idi? 1,2 millijoule. Bu da millijoule'landı. Burada da bir milli yoxsa yox idi, yox. Onda çevirmə edək. Sonda yox. Cavabı milli Tesla ilə istəyirik. Çevirmə ehtiyac yoxdur. İ'nin yerinə qoyaq 3. L uzunluğun yerinə 0,1. S yer dəyişmənin yerinə də 0,2. Hesablama edək. 1,2, 0,4. Bundan gedir 4. 4'ü 0,2'ye 42, 20 milli Tesla. 83. Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş naqildən axan cəryan şiddəti 4 dəfə artdıqda bir cins sahə dediyinə görə B-ni sabit götürürəm. Cəryan şiddəti 4 dəfə artırsa I2, 4, I1 yazıram. Bu zaman ona təsir edən amper qüvvəsi F amper 30 mikronewton artdı. F amper 2 bərabər F amper üstə gəl 30 mikronewton olduğuna görə çevirmə etmirəm. Amper qüvvəsinin əvvəlki qiyməti F amperi 1 bərabərdir sual. Biz bilirik ki, qüvvə ilə cəryan şiddəti düz asılıdır. IBL düsturuna görə bir cins sahə eyni uzunluqlu naqil F ilə I düz asılıdır. Yəni bu nə deməkdir? Bu deməkdir ki, cəryan şiddəti 4 dəfə artırsa, amper qüvvəsi də 4 dəfə artır. F2 bərabər 4 F1 yazmaq olar. Birbaşa F2-nin yerinə 4 F1 qoymaqla, yəni bu ifadədə
Yazaram 4F1 bərabərdir. F1 daha yazmadım. İndeksə birbaşa yazıram 30. F1'ləri yığırıq bir yerə. 3F1 bərabərdir 30. F1 bərabərdir 10. Deməli mikronewton. Mikro 10⁻6'da çevirmə ehtiyac yoxdur burada. Yəni bunu bu şəkildə də həll etmək olar. İkinci üsul bu daha rahat üsuldur. Ona görə birinci onu dedim. İkinci üsulunu isə nisbət yazmaqdır. F1'in F2'yə nisbəti bərabərdir I1'in I2'yə nisbəti. F1'in əvəzinə heç nə yazmırıq. F1. F2'nin yerinə 4F1. Daha doğrusu yox. Bu yenə də həmin üsul oldu. Ona görə belə yazmayaq. F1 bölünsün. F2'nin əvəzinə F1 topla 30 bərabərdir. I1'in yerinə I1, I2'nin yerinə 4I1. Çarpaz formada vururam. Yenə 4F1 bərabərdir. F1 topla 30. Həmin ifadəyə gəlirəm. 3F1 30. F1 isə eləyəcək 10 mikronewton. Doğru cavab olacaq. Variant yoxdur. Burada açıq sualdır. Belə götürürük aldığımız cavabı. Yəni 10 mikronewton. Sonra 85 eyni tiplərdəndir. 86'ya baxaq. Deyir ki, bir cins maqnit sayısı indeksiya xətlərinə perpendikulyar yerləşmiş müxtəlif cəryanlı naqillərə təsir edən amper qüvvələrinin naqillərdə axan cəryan şiddətinə asılı qrafikləri verilmişdir. Naqilin aktiv uzunluqlarının nisbətini tapın. Deməli, bir dəfə 1 üçün, bir dəfə 2 üçün bu işi görüb həll edib cavablandırmalıyıq. Deməli, bir cins sahə dediyinə görə B-ni sabit götürürəm. Uzunluqlar nisbəti L1'in L2'yə nisbəti bərabərdir. Demək, L-i tapanda F amperdən L-i tapsaq, IB L-dən buradan L-i təyin edəndə F bölünsün IB olacaq. F1 böl I1 B1 yazmıram, birbaşa yazıram. Sonra L2'nin əvəzinə F2 böl L2 yazıram. O da bölməni vurmaya çevirəndə tərsinə çevriləcək. Olacaq F2 düşəcək məxrəcə I2B. Bu riyaziyyatdır. B-də ixtisar gedir. Yerinə qoyuram. L1 böl L2 bərabərdir. F1'in əvəzinə, birincinin əvəzinə götürürəm 6F0 bölünsün I1, ona uyğun I1 3I0 vurulsun. I2'nin əvəzinə, ikincinin İ'si 4I0, F'-in əvəzinə 4F0. Demək, ixtisarları edirik. F0'lar 4'lər gedir, qalır 2. Deməli, cavabımız olacaq 2. Sonra 88'ə də baxaq bir dəqiqə. 88'ə baxaq. Eyni cəryan şiddəti axan 3 naqil, 3 paralel naqil bir-birindən bərabər məsafədə, yəni bunlar arası məsafələrdir, bir-birindən bərabər məsafədə yerləşdirilmişdir. Bu naqillər və onlara təsir amper qüvvələrinin əvəzləyicisinin istiqaməti arasında uyğunluğu müəyyən edin. Gəlin baxaq birinci və ikinci arasına qarşı təsirə. Birinci və ikinci naqildən cəryan gördüyünüz kimi əks istiqamətdə axır. Əks olanda demişdik bunlar bir-birini itələyəcək. Demək, hələ birinciyə təsir edən bu qüvvəyə baxaq. 2 biri itələyəcək yuxarı. 3 də biri çəkəcək özünə doğru. Amma 3 1-ə 2'yə nisbətdə 1-dən uzaq olduğu üçün bunun demək bu iki qüvvənin əvəzləyicisi yuxarı yönələcək. Çünki birinci 2'yə daha yaxındır. Məsafə baxımından yaxın olduğu üçün bunun təsiri daha böyük olacaq. Deməli, birinci naqilə təsir edən qüvvə yuxarı yönəlmiş olacaq. Bu birinci naqilə təsir edən qüvvə. İndi gəlirəm birinci tərəfindən ikinciyə təsir edən qüvvə. Birinci də ikincini itələyəcək aşağıya. Eyni zamanda üçüncü də ikincini itələyəcək aşağıya. Üçüncü ikincini daha doğrusu itələyəcək yuxarıya. Ona görə də 2'yə təsir edən qüvvə sıfırlanacaq. İndi gəlin üçüncüyə baxaq. Üçüncüyə təsir edən qüvvə ikinci üçüncünü itələyəcək aşağı. Birinci də üçüncünü özünə çəkəcək. Amma yenə də bu birincinin təsiri sıfırlanacaq. Yəni daha doğrusu kiçik olduğu üçün nəzərə alınmayacaq. Əvəzləyici qüvvə 3'ü aşağı itələyəcək. İndi gəlin doğru cavabları seçək. 2'yə 0'dır. 2'yə Y, 1'ə yuxarı A, 3'ə isə aşağı D. A, Y, D.
90. Uyğunluğu müəyyən edin. Şəkildə göstərilən naqil bir cins maqnit sayısının tarazlıqdadır. Maqnit sayısı induksiyası artdıqda. Deməli, tarazlıqdadırsa M şağılı qüvvəsi, bir də F amper qüvvəsi bir-birini tarazlaşdırıb. Birinci, induksiyanı artırsaq, amper qüvvəsi artacaq. Amper qüvvəsi artan kimi naqil yuxarı hərəkət edər. 1-ə A. Sabit qaldıqda deməli, nə baş verər? Naqilə təsir edən amper qüvvəsi sabit qalar. İnduksiya sabit olarsa 2-yə Y. 3 azaltdıqda amper qüvvəsini azaldırıqsa əgər, daha doğrusu induksiyanı azaldırıqsa amper qüvvəsi azalır. Amper qüvvəsi azalan kimi naqil ağırlıq qüvvəsi böyük, ona nisbətən böyük olduğu üçün naqil aşağı hərəkət edər. Burada B olacaq. Deməli, amper qüvvəsi artar. Bayaq artırdıqda olana aiddir. Deməli, C bura əlavə olunacaq. Amper qüvvəsi azalar. Buna aid, yəni 3-ə aid olacaq D. Doğru cavab 1-ə AC, 2-yə 1-ə AC, 2-yə Y, 3-ə bir dəqiqə. Burada D variantında ağırlıq qüvvəsi verib bizə. Ona görə onu seçmirik. 1-ə AC, 2-yə Y, 3-ə B. D yoxdur. Mən amper oxumuşdum onu. Sonra davam edək. Sonuncu sual 92. 92-də deyir ki, bir cins maqnit sayəsində yerləşdirilmiş ABCD cəryanlı naqilinə təsir edən amper qüvvəsi 100 mN bərabərdir. Bölgülər bərabərdir. Naqilin müxtəlif hissələrinə təsir edən amper qüvvələrin qiymətləri üçün uyğunluğu müəyyən edin. Naqilin AB hissəsi. AB hissəsinə təsir edən bizdə ümumi ABCD-ni verib ki, ABCD-ni bizə verib ki, 100 mN-dur. ABCD hissəsindən CD-ni çıxaq. Çünki CD hissəsinə heç bir qüvvə təsir göstərmir. Qalır onda bir AB, bir də BC. Deməli, CD hissəsinə qüvvə təsir göstərmir. İndi gəlin baxaq. BC hissəsinin uzunluğuna baxaq. 1, 2, 3 bölgü buradadır. İndi AB hissəsini. AB hissəsini 2 toplanana ayıraq. 1, bax, paralel hissə. Paralel hissə 1, 2, 3 bölgüdür. Buna heç bir qüvvə təsir göstərməyəcək. AB-dən perpendikulyar seçirik. AB-nin yəni perpendikulyarını seçirik. Buna maqnit sayısı qüvvə ilə təsir göstərə bilir. Onda da burada neçə bölgü olur? 1, 2, 2 bölgü də burada var. Deməli, bu bölgülərə uyğun da, yəni bu 100 mN-u paylayırıq. Burada ümumi 5 bölgü var. 5 bölgüyə onda 100 mN düşür. 5 bölgüyə. Onda bir bölgüyə nə qədər düşəcək? 20. Bir bölgüyə 20 düşəcək. Onda gəlin hissə baxaq. AB hissəsinə təsir edən qüvvə. AB hissəsi 2 bölgüdür. Bir bölgü 20-dirsə 2 bölgüyə 40 N düşəcək. Deməli, 1-ə uyğundur C. 1-ə uyğundur C. Sonra BC hissəsi. BC hissəsi 3 bölgüdür. Ona görə də ona uyğundur 60 N. Yəni, variant olacaq B. CD hissəsinin heç bir qüvvə təsir göstərmir. D 0. Deməli, C, B, D doğru cavab.